Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, təhsil sənədlərinə aid 3-cü hissəni sizinlə paylaşıram. Daha çox testin linkini işləmək və izahlar dinləmək istəyirsə, kanala abunə olun və yaxud da kanal linkini paylaşın. Daha çox müəllimə və müdavimə səsimizi çatdırmış olaq. Deməli, müəllimlər, dərslərə qoşulmaq üçün 916 95 75 nömrəsini əlaqə saxlayıb aprel qruplarına qoşula bilərsiniz. Yeni qruplar açılacaq, sıfırdan açılacaq və dərslərlə iştirak edə bilərsiniz. Gəlin baxaq birinci suala. Pozulmuş olanı tap. Müəllim şagirdin son zamanlar dərsə gecikməyi ilə bağlı valideynlə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdir. Şagirdlərlə təşkil etdiyi iclasda bu məsələni müzakirəyə çıxarmışdır. Bu halda müəllim etik davranış qaydalarından hansını pozmuş olur? Deməli, şagird dərsə dəfələrlə gecikib, bu baxımdan müəllim valideynlə əlaqə saxlayıb, bu doğru bir addımdır, amma yanlış olan addım nədən ibarətdir? Şagirdin şəxsi məlumatlarını bilir və onu müzakirə obyektinə çevirir. Deməli, müəllim həmin uşağın şəxsi həyatına qarşı hörmətsizlik nümayiş elətdirir və həmin məxfi məlumatı hər kəslə paylaşmış olur. Əvvəllər biz bunu konfidensiallıq götürərdik, indi isə bunu biz insanların hüquq və azadlıqlarına hörmət qaydasını götürürük testlərdə. Müəllimlər, cavab burada B variantı olacaq, hüquq və azadlıqlara hörmət olacaq. İkinci sual. Uyğunluq gözlənilmişdir. Deməli, bir sütunda hüquq və vəzifələr verilib, digər sütunda hansının hüquq, hansının vəzifə olduğunu bildirir. Üçüncü sütunda isə yanlış və doğruluğu soruşur. Təhsil prosesinin təşkili və idarə olmasını iştirak eləmək, bu müəllimlər bilirik ki, Təhsil Qanunu 42-ci maddəsinə görə təhsil alanların hüququdur və şagird yönümlülükdür. Bəli, şagird istəsə, maraqlarına uyğun olsa buna iştirak eləyəcək, istəməsə eləməyəcək. Amma fikir verirsə, qabağına yanlış yazıb. Deməli, burada uyğunluq gözlənilməyib. Doğru olsaydı düz olardı. Təhsildə yoldaşlarla əməkdaşlıq etmək. Təhsildə yoldaşlarla əməkdaşlıq etmək, ümumiyyətlə əməkdaşlıq, əziz müəllimlər, istər sinif yoldaşla əməkdaşlıq, istər həmkar yoldaşlarımızla əməkdaşlıq, istər deyək ki, valideynlə əməkdaşlıq, bunlar hər üçü vəzifədir. Lakin bir halda əməkdaşlıq hüquqdur ki, bunu mən sizə dəfələrlə demişəm, valideynin təhsil müəssisəsi ilə əməkdaşlığı, yəni təhsil müəssisəsindən sonra insan faktoru gəlmədikdə, yəni təhsil müəssisəsinin direktor olsun, təhsil müəssisəsinin psixoloq olsun və s. Bu olmadıqda, yalnız təhsil müəssisəsi sözü varsa, bu hüquqdur, digər hallarda vəzifədir. Deməli, əgər təhsildə yoldaşlarla əməkdaşlıq etmək deyirsə, bu vəzifə olmalıdır. Amma növbəti sütuna fikir verirsinizsə, deyir, təhsil alanın hüququdur. Təbii ki, bu hüquq deyil, vəzifədir. Ona görə də heç bu doğru deyil. Deməli, burada da uyğunluq gözlənməyib. Belə götürəndə, deməli, bizim cavabımız 3-4 olmalıdır, amma yenə də baxırıq. Şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, ümumiyyətlə, şagirdləri milli bəşəri dəyərlər fonunda tərbiyə eləmək həm evdə valideynin vəzifəsidir, həm məktəbdə müəllimin vəzifəsidir. Deməli, bu vəzifədir. Növbəti sütuna baxırıq ki, bu vəzifədir və bu vəzifədir, düzdür və şəxsiyyət yönümlülükdür. Niyə? Çünki biz demişdik ki, kurikulumun şəxsiyyət yönümlülük prinsipinə görə şagirdlərdə idrak, ünsiyyət, psixomotor və milli bəşər dəyərlər formalaşdırmaq şəxsiyyət yönümlülük prinsipinin əsas göstəricisidir. Burada da fəal vətəndaş mövqeyi milli kimliyin dərkidir və ona görə də bu şəxsiyyət yönümlülük kurikulumun prinsipidir, düzdür. Cavabını da qabağına doğru yazıblar, deməli bu düzdür. Dördüncüyə baxırıq. Təhsil alanları fiziki və psixi zorakılığın növlərindən qorumaq bu müəllimlərin vəzifəsidir və fiziki və psixi zorakılıqdan qorumaq, bəli, bu inklüzivlik götürə bilərik. Çünki ola bilər ki, sağlamlıq imkanları məhdud uşaqlar digərləri tərəfindən zorakılığa məruz qala bilər və biz bunu qarşısını almalıyıq. Zorakılıq olmasın, bullying olsun, fərq eləməz. Biz bunun qarşısını almalıyıq. Deməli, burada cavabımız 3-4, cavab Y variantı olacaqdır. Üçüncü sual. Deməli, burada pedaqoji prosesin tələblərinin açıqlamasını istəyir bizdən. Rahat bir testdir. Şagird yönümlülük müəllimlər, heç açıqlamalara baxmadan şagird yönümlülüyə özümüz tərif verək. Şagirdlərin maraq və tələbatlarının, istedadlarının reallaşmasının, potensialların reallaşmasına xidmət edir. Elə buradan görürük ki, biri A variantı gedəcək. İnkişaf yönümlülüyü isə biz təlim nailiyyətlərinin təhlilindən alınan nəticələrin əsasında perspektivə etibar edən tədbirlərin həyata keçirilməsi.
Bu nə deməkdir? Yəni ki, biz hər hansı bir dərsi keçirik, o səhvlər üzərində iş aparırıq, şagirdin fəaliyyətini təhlil edirik, nə dərəcədə məqsədə, hədəfə çatıb çatmadığını müəyyənləşdiririk, çatmadığı məqamlarla bağlı işləri görürük, tədbirlər görürük, ya konstruktiv rəy veririk ki, o problemləri aradan qaldırsın. Yəni şagirdlə bir yerdə bunu təhlil edirik. Deməli 1A, 2C. Tamlıq da bilirik ki, tamlıq kompleks şəkildə həyata keçirilir. Yəni şagirdi öyrədirik, inkişaf elətdiririk və tərbiyə elətdiririk. Üçü bir yerdə olanda biz işimizi tam görə bilirik. Deməli 1A, 2C, 3-də də B götürürük. Olur B variantı. Növbəti sual. Düzgün pedaqoji tələbi tap. Müəllim şagirdlərə esse yazdırmanın strukturunu öyrətməyi hədəf qoyur. Lövhədə 5 fərqli mövzunun adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Deməli, müəllim şagirdlərin maraqlarını, tələbatlarını, potensial imkanlarını nəzərə almış olacaq bu 5 dənə mövzu. Müəllim öz istəyinə görə olsaydı bir dənə mövzu verər ki, hər kəs bu mövzu ətrafında yazsın. Amma 5 dənə verirsə, deməli şagirdlərin hər birinin maraqlarını nəzərə alır. Deməli, şagirdlərin meyil, maraq və potensialları nəzərə alınması da elə burada Y variantıdır. Digər heç variantlara baxmağa ehtiyac yoxdur. Etik davranış qaydasını düzgün tap. Məktəbdə nüfuzu olan Sevinc adlı bir müəllimə var. Amma məsələ odur ki, həmin müəllimə haqqında sosial şəbəkələrdə əsassız iddialar yayılır. Bu da valideynlər tərəfindən narahatçılıq baş verir. Çünki istəmirlər ki, yəni məktəbin müəlliməsi haqqında cəmiyyətdə belə bir fikir formalaşsın. Və məktəbin rəhbərliyinə müraciət edirlər. Müəllim də vəziyyəti sakit qarşılayır və valideynlərlə görüş təşkil edir, şəffaf şəkildə bu haqda izahat verir. Deməli, burada müəllimlər, müəllimin nüfuzu, məktəbin nüfuzu bir açar məqam, sosial şəbəkələr varsa, yəni artıq bunu ictimaiyyət bilir, hamı bilir. İkinci bir məqam, bizi cavaba aparan məqamlar deyirəm. Və müəllim də bunu sakit qarşılayır. Yenidən o valideynlərin etimadını qazanır, yenidən ictimaiyyətin etimadını qazanırsa, bu da üçüncü bir açar məqam ki, bizi cavaba aparır. Bu da ictimai etimad prinsipidir. Pedaqoji tələbi tap. 6-cı sual. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmə məqsədi ilə fərqli düşünmə və yanaşma tərzlərinə uyğun tapşırıqlar verir. Əgər müəllim şagirdlərin maraq və tələbatlarını nəzərə alırsa, müəllim çox sadə bir sualdır, şagird yönümlükdür. Paralimpiya oyunları haqqında təqdimat edən şagird sonda hər kəsin idmanla məşğul olmaq haqqı var fikrini səsləndirir. Bu situasiyaya görə müəllim şagirddə hansı səriştəni formalaşdırmış və pedaqoji prosesin hansı tələbini reallaşdırmış olur. Müəllimlər, paralimpiya oyunları bilirsiniz ki, gözdən əlillər üçün həyata keçirilir. Yəni bu inklüzivlikdir. Və gözdən əlil olsa da, sağlamlıq imkanları məhdud olsa da, hər kəsi üçün təhsil əlçatan olmalıdır. Bu da bizə nəyi xatırladır? Təhsil qanunu 42-ci maddəsindəki maddələrdən birini xatırladır. Yəni, sağlamlıq imkanları yerində olsa da, olmasa da, itirilmiş olsa da, hər kəsin təhsil almaq hüququ vardır. Bu, dövlət tərəfindən təmin olunur. Deməli, hər kəsin hüquqları qorunursa, demokratik insan və hüquqlarına hörmətdir. Paralimpiya oyunları olduğuna görə, sağlamlıq imkanları məhdud olduğuna görə də bu da inklüzivdir. Cavab A variantıdır. Növbəti sual. Pozulmuş olanı tapın. Müəllim valideynlə ünsiyyət zamanı baş verən bir anlaşılmamazlıq yaşayır. Həmin valideynin də uşağına bunu biruzə verir. Bununla qalmır, ürəyi soyumur. Hətta bu hal şagirdin qiymətlərinin də aşağı salınmasına gətirib çıxardır. Deməli, müəllim valideyndəki o hirsini, şəxsi qərəzliyini uşağa daşımış olur. Buna görə də uşağın qiymətini də aşağı salmış olur. Deməli, şagirdlər arasında müəllim ayrı seçkili yaratmış olur. Həmin şagirdi digərlərindən daha aşağı qiymət verir. Deməli, uşağa qarşı, şagirdə qarşı qərəzli mövqe tutur. Bu da hansı prinsipin pozulmuş olması demək? Təbii ki, qərəzsizlik prinsipinin pozulmuş olması deməkdir. Çünki müəllim uşaqlara qərəzsiz yanaşmalıdır və hər kəs üçün bərabər imkanlar yaratmalıdır. 9-cu sual. Yanlış olanı tapın. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Baxaq. İbtidai təhsil səviyyəsində sərbəst təhsil alma formasından istifadə olunması mümkündür. Bəli, biz demişdik ki, 4 cür təhsil alma forması var. Əyani, qiyabi, distant, sərbəst. Sərbəstin ikinci adı eksternat, distantın ikinci adı məsafədəndir. İbtidai təhsil olması, ümumiyyətlə, ümumi təhsil məktəblərində 2 cür təhsil alma formasından istifadə olunur. Biri əyanidir, biri sərbəstdir.
Distant və qiyabi olmaz. Distant yalnız o halda olar ki, fövqəladə vəziyyət olarsa, amma qalan hallarda olmaz. Ona görə də burada sərbəst təhsil alma deyirsə, bu düzgün fikirdir, yanlış fikir deyildir. Təhsil alanlar və təhsil verənlər məktəbin daxili nizamnaməsi əməl etməlidirlər. Bəli, bu bir vəzifədir. Bu uşaqlar üçün də belədir, müəllimlər üçün də belədir. Ona görə də bu düzgün cavabdır. Yəni nizamnamə nə deməkdir? Qayda qanununa əməl etməlidirlər. Ümumi təhsil pilləsinin istənilən səviyyəsində təhsil alan hər bir şagird psixoloji yardım ala bilər. Bu onun hüququdur, bu doğrudan da belədir. Ona görə CD-də səhvlik yoxdur. Şagirdlər summativ qiymətləndirmə nəticələrindən razı qaldığı halda yenidən qiymətləndirməsini tələb edə bilərlər. Bəli, müəllimlər, yenidən qiymətləndirməsini tələb etmək təhsil verən hüququdur. Summativ qiyməti gündəliyə yazılan 30 gün müddət ərzində şagird özü yox əlbəttə ki, kiminsə qəyyumluğundadırsa, ata-anası tərəfindən, valideynlər tərəfindən, yəni məktəb rəhbərliyinə müraciət edilir, yenidən summativ qiymətləndirmə keçirilir, amma təbii ki, digər summativ qiymətləndirmənin onun eyniliyi olmamalıdır. Fərqli şəkildə həmin şagird üçün yenidən hazırlanır. Yəni bu da doğrudur. Təhsil alanlar ən azı ildə bir dəfə bilik yarışı və olimpiyadada iştirak etməlidirlər. Ümumiyyətlə müəllimlər etməlidirlər. Malı məli vacibiyyatı bildirir, vəzifə kimi qeyd olunub, amma biz bilirik ki, şagirdlər yarışlarda iştirak edə bilərlər, etməyə də bilərlər. Onların hüququdur. Burada heç bir məcburiyyət ola bilməz. Biz ondan uşağa tələb edə bilmərik ki, sən yarışlarda iştirak etməlisən. Bu onun hüququdur, etməyə də bilər. Amma burada vacibiyyat şəklində qeyd olunduğuna görə bu variant səhvdir. Burada da alt standart və məzmun xəttinin açıqlamasını bizdən soruşur. Alt standart müəllimlər biz bilirik ki, nədir? Dövlətin təhsil alan və təhsil verən qarşısına qoyduğu minimal tələbdir. Yəni alt standartlar hər gün bizim reallaşdırdığımız mövzulardır. Həmin alt standartlar müəllim məktəbə gəlirsə zaten onu mənimsətməlidir. Şagird də məktəbə gəlirsə zaten bilik və bacarıqları yiyələnməlidir. Bu harda cavab? Yəni bu C uyğun gəlir. Çünki şagirdin bilik və bacarığına qoyulmuş dövlət tələbidir deyir. Digərinə baxırıq. Məzmun xətti. Bir də alt standart summativ qiymətləndirmənin aparılmasını özündə ifa edir. Həm alt standart, həm məzmun standart, həm də əsas standart bunu ifa edir. Deməli, bir də CY olacaq. 2-yə baxırıq. Məzmun xətti nə deməkdir? Məzmun xətti ümumi təlim nəticələri üzrə olan bacarıqların istiqamətini müəyyən edir. Burada da məzmunun əsas hissəsidir, ana xəttidir, leytimotivdir, heç vaxt dəyişmir. Deməli, 1 CY olacaq, 2A dəyişməz olur, B, bir də fənnin əsas istiqamətinin məzmunun müəyyən hissəsini müəyyənləşdirən ana xəttir, bəli. 1 CY, 2A, B, D. Bu qədər müəllimlər, növbəti sınağımız kompetensiyalara aid olacaq, 20-ci dərs kompetensiyaları. Həmin sınağın da linkini və izahını YouTube kanalına yerləşdirəcəm. Təşəkkür edirəm ki, vaxt ayırıb dinlədiniz.